təkrar olunmayanlar. Bahadırın etdiyini heç kim edə bilməz. Yəni deyim ki, Tərlan etdiyində kim başqası edilməz. Bahadırın özünün özəllikləri vardır. Bəli, oyun Bahadır əzimkarlığı ilə Bahadır rəqib müdafiəçiləri çaşdırmaqla, onları səhvə məzun etməklə Bahadırın böyük xüsusiyyətləri var. İnşallah Kanaris'də görsə, Kanaris'in tamamilə başqa özəllikləri var. Yəni, hər ikisi talantlı futbolculardır, amma hər birinin özünün özəllikləri var. İnşallah ki, sabahda görəsiniz. Buyurun. İstanbul'un baş məhdisi belə bir açıqlama vermişdi ki, Neftçinin keçmisi bizim üçün facia olur. Hərdən müəllim olmalıyız. Kimlərsə fikri bizi ihtimalı bizim əsas məqsədimiz bu oyunda qələbə qazanıb mərhələ keçmək. Əgər onlar üçün facia olacaqsa, facia olacaq. Amma hər halda fikirləşmək lazım ki, həyat davam edir. Bir məğlubiyyəti nəyəsə faciə döndərmək yox, çalışmaq lazımdır ki, bütün gücü səbərbə etmək lazımdır ki, bu iki oyundan maksimum nəticə edib mərhələ atlamaq lazım. Həm də şikayətlə müdaxilə edib, biz elə onlara faciəni yaşatmaq istəyirik. İnşallah. Buyurun. Gözləriz. Sportların hastanəsində bilirsiniz ki, bu mətbuatda qərarlar Rəşad Sadıqovun komandaya kömək etməsində məlumatlara yəni sizin fikrinizi öyrənmək istəyirəm. Hər halda onun Afrika bloku təcrübəsi var. Onun komandaya gəlməsi nə fikirdir? Valla hər bir klub istər ki, komandasında Rəşadov futbolçular olsun, amma bizim gündəmimizdə elə bir söhbət olunur. Yəni biz çox istərdik ki, elə bir futbolçumuz olsun. Ümumiyyətlə, yəni onun gəlməsi komandaya kömək ola bilərmi? Niyə də olmaz? Ola bilər. Yalnız açıqlamasına verildi ki, mən Azərbaycanın bütün klublarına kömək kimi gəlirəm. Sən əslində o bağlanmış bir mövzudur. Yəni biz artıq iştirak ərizəmizi göndərdik. Yəni nə Rəşad Sadıqov bundan sonra gələcək, nə Rəşad Sadıqov bundan sonra gedəcək. Yəni bu mövzuya belə qayıtmaq mənə gəlir ki, elə bir lüzum da yoxdur. Yəni uşaqlar da məndən razılaşır. Düzdür, Rəşad güclü futbolçudur. Bəli, Azərbaycanın ən yaxşı futbolçularından biridir. İstənilən komanda arzuda yaşadı Azərbaycanda Rəşad kimi futbolçu olsun. Amma Rəşad Neftçidə olmayacaq. Yəni Çempionlar Liqasında Neftçidə Rəşad olmayacaq. Bir də bir sualım var. Bu üç xaricimizdə Berkutsi, Ramos və üçün bölümdə futbolcu. Bu futbolcuların hansısa məşqəsini qanı elə eləməyə bilməyən ki? Şükür Allah ki, heç bir futbolçudan narazılığımız yox. Bütün beylən tapşırıqların olsun yerinə yetirsin. Buyurun. Ana xalqlar mən futbolçularda sual başladıqdan ayrı. Mən bir izləyir mətbuatı, gözü futbolçunun açıqlamasını, şəxsən bir hissəsini mən danışıram. Onlar hər açıqlamalar sanki bir iki səsləndirirlər ki, Neftçilərin büdcəsi çoxdur, pulu çoxdan, futbolu çox şey həll eləmir. Sanki nəsə bir sübut edəcək. Yəni bu açıqlamalar, məsələn, qızıqlandırma istəyir var. Yəni hansısa gəlsin, bizdən çox duarsın, bir sübut edəcək ki, belə deyib. İşte o, yəni belə deyib. Nə başa işləyən fikirlər. Bir də ümumiyyətlə Tərlanla müsahibə edim. Güclərdə təxribatı çəkmək var. Bakı son dönemdə görmüş 2006-da iki futbolcunun üçün qırmızıları qaldı. Təxribata çəkilir, güclərdə o vaxt tutulur. Bu narahatlayan bir kitlər var. Baş məqsədimiz sualını cavab versin, ondan sonra buyurun. Qardaşım, mən baş məqsəd deyirəm, baş məqsəd deyirəm. Baş məqsəd. Yəni, oyunun sağında olmalı. Aydındır, bəli, biz bilirik, gürcü futbollarını bilirik. Futbolun bəzi bildikləri də var ki, üzr istəyən ifadəyə görə. Yəni, gürcülər çox şey anlata bilərlər, amma bütün hazırlıqlarda, bütün gedən proseslərdə Zestafon ilə püşkatmadan sonra bütün futbolculara hər tərəfli biz nəzəri məşqələrə çatdırmışıq ki, bəli, hər bir şeyə əl ata bilərlər, onun üçün çox ciddi və soyuqqanlı olmaq lazım. Düzdür, bizi çox şeylər narahat edir ki, hər şey ola bilər, amma futbolda indi biz də əlimizi yanımıza salıb durmalıyıq ki, hər Zestafon nəyəsə əl atacaq, futbol oynamayaq yox. Futbolda hər şey ola bilər və hər şeyə də hazır olmalıyıq və şükür Allah ki, biz də hər şeyə hazırıq bugünkü gündə. Açıqlamaların futbolçuların yazmalarını oxumuşuq. Onların öz fikirləridir. Belə yaza bilərək düzdür. Futbol pul oynanır. Meydancıda bilir kimin güclü olmağı. Açıq bizim futbolçular da səbirlidir. Heç kim mətbuatda ona qarşı nəsə təxribata bir şey yazmırlar. Amma çalışacaq ki, bizə sözündür. Meydanda deyək, futbolçu meydanda sözünü deyək. Mətbuatlara sözünü demirlər. Çalışacaq ki, sözünü meydanda deyək.
Aynı zamanda. Bu reallığa sığmayan bir söhbətdir, belə baxın. İndi əgər eləyirsə, bunu həll edirsə, biz oturardı da evimizə, işimizə burada, nə məşqə gəldi, nə toplantı məşqinə getməzik, ailəmizdən uzaq olmaz. Oturardıq ki, bununla oyun həll edirsək, nə məşq edərik, nə bir şey. Qadağaları bir şayət buraxırlar, yəni ki, ondan özü qeyd etdik ki, Bakının vaxtında da bir olmuşdur. Yəni ki, biz bunlara uymuruq belə şey. Bu meydan da şeytandır, indi görünəcək sabah kim kimdir. Bir də ki, yüzümü tutub azərkeşçilərimizi dəvət eləmək istəyirdim bu oyuna ki, əgər bizim o oyunu silək, biz bu oyunda bizə kömək olsunlar. Onlara çox ehtiyacımız var. Hamısını dəvət edirik sabah ki. Başda siz olmanın dəstəyici bundan əsir. Tək bizdən yox, 19-undakı Xəzər Lənkəranlı Inter oyunlarının hamısını mübarizə və hamımıza Avropa Kuboklarda dəstək olun. Siz, qanatlar, hamı. Özü təqdim edilir. Oyun öncəsi siz Zestafan oyunlarına ya da canlı olaraq ya da baxmışsınız mı? Tabii ki, geçişlərə bağlı. Bəli, alt sırada baxmışıq, disklərlə var, disklərlə də baxmışıq. Yəni, canlı olaraq bütün oyunları izləndik. Buyurun. Özündə təzəmətlərdə müdafiəçi olmuşsan, Ruslan Abuşovun getməsinin arxa xəttə problemi ola bilər. Amma yəni bizim Neftçi futbol klubu olaraq Neftçidə futbolcular yetişir. Yəni hər bir futbolcu gedə bilər. Allah'a şükür ki, düzdür, Ruslan gözəl futbolçudur, gözəl qardaş idi. Amma Elvin Yunusov hər halda o yeri doldurur. Sərəfan Elvin deyəmlərimiz. Çox suallar yoxsa? Şunlaşdılar, komanda məşqə çıxmalıdır. Çox başım sağ. Baş məqsimi mən deyirəm, ola bilər ki, baş məqsimi. Hələ ki, yox deməli. Yəni deyirəm ki, baş məqsimi... Yox, mənim səhvim idi. Mexanizm səhvim. Baş məqsimi böyük əməl verir. Allah şəfasını versin ki, tezciyinə qarşılıq. Çox sağ olun.